Herkese salam dostlar, ben İbrahim. Yepyeni bir video ile karşınızdayım. Dedim neyniyək? Real Madrid'de oynayan, hal-hazırda aktif ve oynamayan oyunculardan kadro qurdum. Yəni bunlar hem Real'da oynayıb, hal-hazırda oynamırsa da oynamır. Nəsə elə bir şeydir yəni. Çox da fikir verməyim, danışamam. Vinicius, neynirsən qaqa? Başlayan kimi. Yaratmadı Vinicius. Burada yedek almışam. 2, 4, 6, 8 dənə yedek haqqı. Birinci yarı istəyirəm Ardanı bunun yerine qoyaq. Burada ofansif. Biraz ofansifə seçək. Belə daha yaxşıdır məncə. Bunda yerinə Di Maria'nı alaq. Mədə olsa o da əfsanədir. Real'ın çirkin uşağı. Uşağa bax da məndən böyüdür. Neyse. Provalar keçəcəm. Və dostlar, rəqibin də kadrosu belədir. Rəqib bizi minəcək. Bu herifler bizi... Rəqib bizi minəcək. Garantidir. Yəni bu oyunu duzmuşuq. Sadəcə oynayacaq da, yəni video konsepti olsun deyə oynayacaq. Oyunu duzmuşuq. Və belə dostlar, gəldik oyunumuza. Üzrü sayın grafiklər düşükdə qalıb klasman kasırdım deyə ikinci klasmana çıxmışam gücünə bəlayla. Gözüm qaşındı. Eləmə. Atma qaqa. Hə. Ooo, qaqaş təhlükəli gəlir. Biz də yəni burada Real'ın şeyini görmüşük. Of, passa gəl. Real Madrid olduğu demədən göstər. İki dənə bax vuramadım. Ben bu gözüm niye qaşınır axı? Casemiro. Çox pis pasıydı da, yəni Kylian. Onu niyə elə elədin ki sən? Onsuz da əlimizə aid bir dəfə şans düşəcək bir rəqibin qarşısında. Onu da sən kör aldın. Niyə deyəm bu sözü sayın qrafika görə? Video önce başlatmışdım deyə dayandırmaq da istəmədim. Sonra yalancı olmasın video. Yəni insanlar düşünə bilər ki, birdən uduzuram hansısa videonu paylaşmıram. Onda onun sözünüz görəcəksiniz. Alınmadı. Çift dokunuş elədim, orada alınmadı. Rəqib müdafiədən çox boşluqlar verir. Dəyərləndirmək lazımdır. Arda bu günləri pasörlərə güvənir, onlar da yaratmır. Lamine Yamal, Philipp Lahm. Kaymadım, mən əlimdəydi. Eləmə qaqa, əlvi qana bulama. Hə. Yəni bu qapı bu dəqiqə qaladır. Yəni buradan qol atmaq çətin məsələdir. Yəni heç bir Allahın qolu buradan qol ata bilməz. Bu büyük hoca ya. Herkesten farklı düşünür ya. Çünki qapıda div var, div. Yaya Toure. Arda. Haberim bu güzelim şaka mı? Casemiro. Arda. Mənasız pas idi, onu yattım mən. Adam da yox idi yatmağa. Samuel Eto'o öz ətrafında döndü. Arda, sən niyə qaçırsan Arda? Başa düşdüm, təzə gəlmişsən, qol atmaq istəyirsən. Tabi qədər də yoxdur, cəmaatın çörəyinə girmək. Of, pasa gəldi. Oy, da mükəmməl bir pas. Sus lan! Yəni illərlə düşünsəm pas ata bilməzdim mən. Arda. 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 Rəqiblərə Arda gəlir, rəqiblərdə Arda görünür. Mənim başımı oynatsınlar. Bir dənə mənim Ardam oynayamır, deyəsən. Yaxşı, yaman. Rüdiger. Qaqaş əslində mənə indiyə 2-3 tane atma. Böyüdü. Deyəcəkdim, attı. Qol sevinci də eləyir. Yəni bugün sabahı da var, dünya yumurudur.
O əli soxacam sənin gözvə. Ben var ya senin Harda? Mbappe. Kylian Mbappe. Qaçın, qaçın, qaçın. Bundan qəşəng normalni qol sevincini. Bir saatımına görə qaçacağam. Heç nə olmaz. Amma Mbappe. Arda asisti yazdı. Xoşum gəldi Arda. Qardaş, sən neysən? Məqsəd nədir? Mənə çox maraqlıdır. Birinci time bitdi dostlar. Yəni Real'ın oyuncuları ilə Real Madridin ilk 11'i ya da orada oynayan oyuncularla əlimizdən maksimum bu gəlir. Qabaqdakı rəqib də pul basıb hesaba. Prosta oyun məntiqi yoxdur ki, qardaş Gareth Bale'ı indi rahat deyə bilərəm. Gareth Bale'ı santraforda oynadır. Məsəl üçün, bunları düşünməyib də qardaş. Mən onu atmadım, bax, mən qəşəng söz deyəcəm. Sözümlə tutuşacaq. Mən atıram Mbappe'yə ki, qaçsın, getsin, qol atsın. Militao indirərsən, Casemiro yeyərsən. Evet, türəyə bax, mıx kimi deyanıb orada imkan vermir gedək. Çin səddi deyə qarşı müdafiə xətti elə bil. Buna bax, Cannavaro bax, qaça-qaça gəlir. Top elə bir azdır top görməyə. Atdığı qola var bir dənə, sən Allah qabağında qalır. Qol sevinci, bicvala deyə bu Allah'ın olsun. Adam əsəbləşirə ben onunla, Allah haqqı yediyim qola var bir dənə. Gəlir. 2-2. Gəlirəm qardaş, sənə atacam. Mən bu kadroyla, bu düzülüşlə, yəni bu mənim öz dizilişim deyil, 4 üstü bu. Mən bunda heç oynaya bilmirəm. Plus az kadrom deyil. Plus qardaş da puldan basıb. Qardaş bu hesabla oynayanmırsa geçsin özünü assın da yəni. Yəni Turin nə vaxtdan Mbappe'yə çatacaq qədər sürətli olub. Yer get dəqiqə, yer get, əsəbləşdirmə, söydürmə özünü mənə. Karelası yersən onu, Karelsən onun üçün də yiyənmədin heç. Allah, bu nə qollardır, girir. Konami sən nə edirsən? Məqsədin nədir yəni? Al müdafiəyə gey bilət. Ala sənə qol. 3-3. Oyun çox qəribə şəkildə gedir. Oyuncu dəyişikliyi edək. Di Maria'nı oyunda görmədim. Qəti sürətli. Di Maria yox idi elə bir ki. Ronaldo gəl, qol at. Kim sala bilər bura? Gəl, Hazard. Bu yana. Kim oynayar burada? Heç kim yoxdur. Valverde gəlsin. Kamavinga. Sən də gəl. Visi də bəs. 2-4-5 visi. Oyuncu dəyişimizi elədik. 3-3 hesab. Əsəb verən bir oyundur təbii ki də. Yəni atdığı qollara baxıram. Düzdür, ondan sonra mənim attığım qollarda mənim suadır. Amma yəni, bunun atdıqları qəti şəkildə biri qabağında qaldı. Biri qabaqdan və hardan vurdu. 2 metrlik kurtuaya oradan top girir. Yəni çatmır da mənə. Bu necə ola bilər? Gəl də neysən? Elə bir Çempionlar Liqasında deyək qardaş.
Bir dənə kadrosuna bax bunun. Bir mənə bax, bir də buna bax. Nə deyim valla. Bunu ya udmaq istəyirəm də, çox pis beynimə girib bunu udmaq. Nə oldu, hücuma aldın? Qol atadan sonra G kimi müdafiə almışdım bə. Bu bir dəfə olur, ya. Qaldır Ronaldo'ya, Ronaldo indirsin də. Niyə bilirsən oyun? Mən xiyaram, niyə Hazarda qaldırım? Telefon da kastı. Bellingham. Çıxdı. 88-ci dəqiqə. Heç eləmək istəmirəm, nə yəni mən bundan. Qaqaşı udmaq istəyirəm, çox pis. Uzaqlaşdır, eləmə, eləmə, buradan yemə, buradan yemə, buradan yemə. Çıxa bilmirəm, Üç bitdi. Real Madrid, yəni Real Madriddir. Prosta oyun deyil. Yəni oyun bir qəpiklik oyun deyil. Adamı ancaq əsəb xəstəsi eləyə bilər. Düzdür, ola bilər, rəqib baskılı oynadı bizə. Hə, yəni topla daha çox oynadı falan filan. Amma ki, atdığı qollara baxırsan, məsəl üçün mənim attığım qollar da çox mənasız idi. Bu oyun belə olmalı deyil də, yəni. Bunun düzəldilməsi lazım olan çox şeylər var. Adam belə şeylər görür, oyuna həvəs ölür. Danışa da bilmirəm, əsəbdə özürsən. Belə şeylər görə adam məni söymək istəyir də. Ki, söydüyüm yerlər olub, bilmirəm, kəsərəm oraları, kəsmərəm. Ona baxacaq hələ ki. 300 qaldı. İndi görək, axırıncı səfər 2-ci klasmandan düşəcəkdi deyəsən 3-ə. Yox, 5 planatda düşəsi olmadı. Nəysə dostlar, gələn videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bay bay.